Hi guys. Gülmeyin. Arkada qonaqlarımız var. Həmişə kimi bizim yanımızda olan dəyərli Rəşid bəy və yeni qonağımız Ümid bəy. Hələ utanır, amma birazdan asılacaq. Salam ver. Salam. Niyə əli göstərir ki, yaşayırsan? Böyle görünmür. Neyse. Nəysə. Evet. Bugünkü videomuzun mövzusuna gəlsək, biz belə bir şey fikirləşdik ki, hərə bir dənə kitab haqqında danışacaq, kitab gətirəcək və onun haqqında danışacaq. Fulli şəkildə deyil. Favori kitabımız. Mən favori deyil, sadəcə orada şkafda bir dənə vardı, onu götürdü. Ağlımda qaldı. Mən favori kitabımdır və sizi bu kitabları oxumağa Sövq eləyəcək. təşviq eləyəcək. Təşviq eləyəcək. Bu kitabları sizə tövsiyə eləyəcək. Cümlənin düzdür. Azərbaycan dilsiz zəif bir kitab oxumaq. Siz haqqınızda mı? Yox. Sizi bu kitabları oxumağa sövq eləyəcək. Nə dedin? Təşviq. Təşviq eləyəcək. Belə düzdür. Sən səhv edirsən. Elikan Azərbaycan dedi. Və arkadakı konularımız da şu an çaylarını içib, kopilərini içib, yeməklərini yeyənə qədər bunun haqqında düşünə bilərlər. Birinci Elvira başlasın, çünki artıq mən bezdirdi bu kitab haqqında danışacaq deyə. Prosta bir dənə dipnot gətir, biz birinci dəfə matcha içəcəyik. Bir də dadına baxardım. O matcha vanil siropudur, yalnız ilk dəfə sinir eləyirik. Bu arada mən biraz boğazım ağrıyır. Niyə ice dedim bilmirəm. Cool olsun deyə. What? Hüseyin. Məncə də. Marojna dadı verir. Çok teşekkür Sənə bir tərəfini isə Dəlli. Prosta bir vandalina, bir də sirop var. Ben rahat. Ay Allah. Mən bayxod edirəm oranı. Aydan bu hiç iyi olmadı. Hiç iyi olmadı yani. Ben bundan sonra matcha içerim ve bankrot olacağım. Neyse başla indirəm. Yapın mı? Başla. Ben başlayayım. Yaxşı. Ay onu ne kadar elədim onu getirmeyi. 3 yaşım var mən. Kitabını göstər birinci. Deməli, mənim haqqında danışacağım kitab budur. Və bu kitabı indi də oxutdurmuşam. Ona görə sənin də yorumlarını gözləyirəm. Bu kitabı bilirsən, sən hamıya danışmışam. Deməli, bu kitabın ümumi mövzusu adından da bəli olduq ki, bir kitabxanada keçir. Sən ümumi mövzunu ver. Danışıram, deməli. Əsas mövzu odur da, Nora adında bir baş karakterimiz var və bu baş karakterimiz belə deyək, depressiyadadır və öz canına gülür belə deyək və amma ölə bilmir, ölür. Ne şey mi? Sign language. Bizim bu araf deyə bildiyimiz yerə gelir, yəni ölümlə yaşam arasında qalır və bu ölümlə yaşam arasındakı yer əslində bir kitabxanadır. Amma Ama bu kitabxana bilirsiniz, hamımızın... Bir nokta olabilir. Bekle, dipnot. Orada her insana göre değişir. Bazı Onu değirdim elə. Mesela bazı insanlarda başka bir şey olabilir. Ona göre. Ama sen yani her insanın ölümden yaşam arasındaki yer başka. Başka şey olabilir. O zaman buradan Her insanın o olacak. sual vereydi. Yani sizce sizden ne olur? Bence bir stüdyo olardı yemin. Stüdyo, şarma bir. Hansı stüdyolar? Yemek yiyen yer olurdu bence. Halkova'daki şarma bir. Yemek yemeği. Mənki ne olardı? O da yemin zaten. Sen özünü düşünmedin. Mənki yer. Dəlq. Coffee shop. Olar. Coffee shop mənki ne olardı? Aydanın kitabına gələcək birazdan. Azı bizə baxın. Hə, deməli, bu işte məsələn, Nora üçün bu kitabxana idi, amma başqa insanlar üçün arasında qalan bəzi insanlar da var. Hamı deyil bu, hamı üçün deyil. Onlar üçün başqa, məsələn, video kaseti yeri və necə belə bir şey idi. Coffee shop da verəcəm var idi, dəqiq adında deyil.
Və bu insanlar burada məsələn kitabxanadan danışacağım. Kitabxanada bir çox kitab var və bu kitabların hamısı insanların, həmin insanın yaşaya biləcəyi fərqli həyatları bildirir. Yəni İndi çox diqqətlə qulaq asıb gördüyünüz kimi rəşisi yox işindədir. görmədiyiniz kimi. Yəni məsələn, çünki sən bir kitabxanadasın və bir çox kitab var. Sən məsələn götürüb bu kitabı açanda, sən həyatında kiçik bir qərarı daha fərqli versəydin, məsələn, bir yerə getmək ya da getməmək arasında getmək qərarını versəydin, həyatın tamamilə başqa cür olardı kimisindən. Və burada məsələn getməmək qərarını versən, Ağlı həyatın suallar necə gəldi, olar? onları yazıram, axırda verəcəm. Həyatın necə olar kimisindən və Kabrama baxın, üstündə plan çəkərlər. bu kitabların hamısını bu bizim Nora xarakterimiz bir oxumağa başlayır və bütün kitabları açdıqca həmin kitablardakı həyatda belə deyil, ışınlanır. Nə deyirlər ona? Transfer olur da və o həyatları yaşamağa başlayır. Bizim bir dənə də əslində böyük bir kitabımız var, Peşmanlıqlar kitabı adında. Bu Peşmanlıqlar kitabı da Nora bu öz həyatlarını, başqa həyatlarını yaşamağa başladıqca peşmanlıqları bir silinməyə başlayır. Və yavaş-yavaş o kitab belə deyək, yox olur, yüngülləşməyə başlayır. Belə, başqa nə var? Ümidə söz verin. Bu arada bizim orada bir dənə bələdçimiz olur. Orada bir dənə adı yadımdan çıxdı. Bayan Elm adlı bir karakter var idi. Onda o kim ola bilər? Hər insan üçün fərqlidir. Mən belə nəticə çıxardım kitabdan. O bizim ən pis dünyanımızda olan bir insandır. Çünki onun da ən pis dünyanında xanım Emily var. Ona görə həmin kitabxanada sırf arxada qaldığı yerdə o ona təlimatlandırırdı, onun hansı kitabı. Əsas yönləndirici o idi orada. Sənin bayan elmin kimdir? O belə bir şey olsun, yəni ümumiyyətlə. Fikirləşməmişəm açıq, amma Ən pis yəni. bilmirəm nə. Hələ çox belə pis an keçirməmişəm. Onun oradakı Noran keçirdiyi kimi pis an keçirməmişəm. Mən bilmirəm. Sizin var, o kimləriniz, bayan oğlunuz, elminiz, o neydi? Bu Boyan El'in oradakı kitabları seçməyinə kömək edən, çünki öləcəyini düşünürsən və bir kitabxanaya düşürsən, o Boyan El orada kömək eləyirdi ona ki, nələr yaşandığını anlaya bilsin və bir kitabları seçməyə başlasın. Biraz dəqiqəyə baxsan, məsələn. Okay. Sonra ümumi olan həyatında Nora məsələn əvvəllər üzücüsü olubmuş və sonra bu üzücülük həyatından vaz keçirmiş. Bir müddət qardaşı ilə bir yerdə bir rockstar qrupu qurubmuş və burada vokalist olmuş. Sonra bundan da vaz keçirmiş. Sonra Nora'nın bir həyatının aşkı Dən karakterimiz var. Dənlə birlikdə bir klub açmağa qərar veriblər. Amma Nora bu xəyalını da yarıda qoyubdu. Nora'nın bir dostu var imiş və dostu belə deyək, Avstraliyaya köçübdü və Nora'nı da yanında gəlmək üçün dəvət eləmişdi. Amma Nora buna da qəbul eləməmişdi və tək qalmışdı, belə deyək. Axırda da öz doğub böyüdüyü yerdən biraz kənarda bir musiqi alətləri mağazasında işləməyə başlamışdı və belə deyək, həyatından bezmişdi, depressiyadaydı. Bütün həyatı boyunca depressiyada oldu. Anası atasından da sevinç görməmiş bir karakterdir bu. Və belə onun onun kitabxanaya düşməsi belə deyək. Ən önəmli detay Nora'nın özünü öldürməyinə gətirib çıxaran sonra deyil. Nora'nın bir pişiyi var idi və ölmədən öncəsi gün pişiyi ölmüşdü ona. Allah be, bunu ölürlər. Bunun üçün yenə özünüzü öldürür. Və Nora'nın pişiyi öldüyü üçün yəni düşünmüşdü ki, mən ona baxa bilməmişəm. Yəni həyatım boyu heç nə bacara bilmədim və pişiyimə də baxa bilməmişəm. Ona görə pişiyim ölübdü. Kimisindən düşünür, artıq həyatına son verməyə qərar vermişdi. Bunu da artıq 800-dən vermədim. Əslində o belə deyə bilər, həm də o Ümidə söz verin. stəkanı daşıran son damla idi pişiyin ölməsi. Ən yaxın hiss etdiyi bir canlı var idi, pişik idi. Axırda o da ölür, artıq anlayır ki, yaşamağa mənası yoxdur. Ona görə əsasən intihara cəhdə baş vurur. Amma kitabxanada sonra öyrənirik ki, əslində bu pişiyin Nora ilə bir yerdə yaşadığı ən uzun həyatı imiş. Normalda digər həyatlarında daha tez ölür bu pişik. Amma Nora'nın əsas köç yaşamında bu pişik ən uzun müddət yaşadığı həyat imiş. Sizdə də şey varmı? Noradakı kimi nəysə başlayırsan, sonra yarıda qoyursan, nəysə başlayırsan, Mən yerdə. zaten bütün işlər, hobbilər hamısı yarımçıldır. Hamısından biraz var. Yəni heç birində yaxşı deyiləm də, yəni amma hamısında varam. Bəs orada əsas məqsədi bir də ki,
paralel evren kimi bir şeydir kitabın əsas məqsədi. Və bizim məsəl üçün mən balaca olanda məsəl üçün üz gücünə maraqlanmışam kitabın. Məsələn mən bir dəqiqə üzgüsü var. Aysə mən də özümdə maraqlanmışam. Məsələn özüm üz güclüyü ilə maraqlanıb getsəydim, yəni təhsilə önəm verməsəydim, bir dəfə bəlkə bir üz güclüyü idmançıydım, bəlkə harda çempion idim. Yəni və yaxud da nə bilim bir rəssamlıq həvəsim var. Rəssamlığın dalınca getsəydim, də başqa bir həyatım vardı. Kitabın əsas məqsədi bizim hansı həyatın dalınca gediriksə, yəni eyni zamanda verdiyimiz qərarlardan asılı olaraq müxtəlif həyatlarımız ola bilər, yəni. Of course. Ona görə YouTube kanalı olsa ben de şey. abart. Ümitle işte. Oradan kitabı nə vaxt oxumuşam? 3-4 ay keçərli oxumuşam. Hə, çox. Yəni yadımda qalmır. Nə fasiləvi? Birinci fasemizdə. Kat. Kat. Qan deyildi. Beynimə yazmışım, yadımdan çıxıb. Mənim bir Şahmatla dənə bərabər aid bir söz var, gördülər. şahmat. Qardaş, videonu atmışam. Aslında şahmatda şey var idi. Deməli Bayan ilə Nora məktəb vaxtından bəri şahmat oynayırlar bir yerdə və Nora daşlarının çoxunu uduzur, axırda piyadaları falan var və avtomatik uduzduğunu düşünürmüş. Burada Bayan belə bir şey demişdi ki, sən bütün daşlarını da uduzsan, piyada ilə sonuna qədər getsən, yəni piyadanın bir vəzir olma potensialı var da, sən yenə də oyunu qazana bilərsən. Ona görə Sözə bax. sadəcə bir piyada və bir də şahı ilə oyunu qazana biləcəyini demişdi. Bir də bu ən sevdiyim söz var, çəkmişdik telefona. İstanbul. Çox beğenmişdim. Atlaxat kim eləyib? Atlaqa çəkdiyini deyirsən. Ümumiyyətlə o sizə çox maraqlısı da sizin oxunu. Hə, bu şahmat şey, türkçədir ama eyb yoxdur da başa düşərdiniz. Benim en sevdiğim taş kaledir. Ona dikkat etmen gerektiğini düşünmezsin. Dürüst bir taştır. Gözünü vezirin, atın senin üstünde tutarsın. Çünkü onlar işten pazarlıktır. Ama çoğu zaman kaleye yenilirsin. Dürüstlük her zaman bizim zannettiğimiz gibi bir şey değildir. Mən anlamadım ki. Bir de özün oku. Ben de bir dönem cümle götürmüştüm neyse. Ah hatta burada sırası koyduğum yerde de. Kitaba qiyma da olsun mesela. Kitabın şəkil çəkmişəm ki, kitabda yazmağa elim gəlmirdi kitabı. Bütün geyler oldu. Mən də kitabı yaşamaq lazımdır. Həm öz kitabım deyildi, saygısızlıq olmaz. Ben bu kitabı iki defa O sırada Rəşidin kitablarını fikirləyəm mən. Bunu eşitmədiniz. iki defa okumuşum ve iki defa da yani hiçbir şeyden Çox okumadım. eləmir. Ya, yavaş diqqət et. Ama çok severim yani. Biraz düşdüğünü sözü. Baxsanlar, yox, bir də deyil. Buna yox başlayın bu arada. Tamam, dürüstlüğü anladım. Dürüstlük her zaman bizim zannettiğimiz gibi bir şey değildi. Deyəndə nə nəzərdə tutur onu anlamadım. Orada başka bir şeyden söhbət Yani- edirdi. Şahmatdan Ha, nümunə vermişdi. Ha, tamam. Onda da var. Ben esas almıştım bir tane şeyi. Özlem kapını da geçen. Şimdi sen ne şimdi? Sen şu an ses versin sana. Oh. Kameranı çevirip bir yerisi de görsün de kamera. Şey, Gözlerimiz. 5 saniye. Şimdi sen nasıl kameraya sen bizim birinci videomuzda? Sən tam Belki private deyilsən. Ümit videoyu düşmesin. Cəzalan. Sonra. Hadi. İyi de. Ay kız, Ümit sen nasılsın? Ben telefonumda olsun. İşte telefonda Reşit salam dedi. Bu da Ümit'ti. Düşürsen, bir şey düşürsen. Qəşəng. Ümidin ölmesi yazası soğukta belki. Ben yeni bir bakmayla yapıştım. Dostlar, bak, kısa bir şey oldu. Sahte gibi nasıl oldu? Nasıl oldu? Hiçbir şey, kaldığımız yerden devam ediyor. Eğer nasıl değil, Instagram baklar. İşte mamaklı avantılar yiyəcək. Burada bir dənə ağlıma şey gəldi. Bayan Esin demiş diye öğrenmenin tek yolu yaşamak. Aysə. Çok qəşəng idi yani. Bir de kitap oxuyun məncə. Orada əsas Nora'nın əsas məqsədi özünə ən yaxşı həyat axtarmaq idi. Yəni, ən yaxşı həyat Və hansı? bu arada Və sınaya gördü ki, həqiqətən də ən yaxşı həyat Əslində öz kök öz həyatıymış. həyatındır. Of course. Çünki o birisi həyatları daha betər şeylər olur. Nə qədər yaxşı olsa da, məsələn, özün əsl özünü Bilirsən, həm də tapmırdı. o həyatları yaşadıqca orada belə bir şey var ki, məsələn, həyatı yaşamağa başlayırsan və həyatın hər hansı bir hissəsində xəyal qırıqlığı yaşasan, o anda həmin o kitabxanaya geri dönürsən. Yəni heç nəyə gerek qalmır. Hiss elədiyin an o kitabxanaya geri dönürsən. Bir də kök yaşamında da artıq ölümə yaxın bir vəziyyətdə olduğu üçün bəzən kitabxanada texniki nasazlıqlar yaranır belə deyək. Kitabxana sallanmağa başlayır, belə işıqlar yanır, sönür. Və bu
Bu da Nora'nın ölümə yaxınlaşdığını bildirir əslində. Amma sonra şey olur. Nora axırda ölür. Yox, ölmür. Ən sonunda bir də Nora ölür. Demək olar ölür, amma kitab adlanan üçün Nora həmin bir dənə əsas kitab var, Çöç yaşamı olan kitabdır. Və Nora həmin o kitabı tapıb, o kitaba şey yazır ki, yaşadığını bildirən bir cümlə yazır və belə deyək, həmin kitabı özü davam elətdirir, Çöç yaşamı kitabı olduğu üçün. Ölür də yəni. Beləliklə ölmür. əbədi olaraq öz kök yaşamına dönür, həyata gəlir. Qayıdır. Ne olur ki, kayıtlasam nöbeti bölümünde. Növbətə dönüşü izləmədə qalın. Neyse belə idi. Məncə çox maraqlı bir kitabdır. Yəni biraz çəksin, üçüncü dəfə də oxuyaram bu kitabı. O dərəcə Bu sevirəm. video üçün ikinci dəfə də oxuyun. Yox. Ayzək uşaqları başa düşdülər sizə peşə. Mən də hardan bilirəm? Mən istəyəm, içinizdəyəm. Ayzək Zəkidə deməyəcəm, özləri çox gizli bir şey. Çox secret. Ayzəkdə nəsə bir şey olanda almış sabah arasında belə eləyirlər. Fingersinə. Tamam, alkış Mənim elmim mənə fingersinə. Başladı. Evet. Bu qədər. Sən başlaya bilərsən. Başka nəsə demək istədiyiniz var? Nora, kitab falan filan. Yox, maraqlı Səni yəni. bu kitabı oxumağa nə təşviq elədi? Elvirə zorladı. Elvira. Şiddət. Şiddətlə. Sabırla. Başında Evəm durmuşsun belə. sözləri oxutturur şiddətlə. Rəşid, sən nə düşünürsən? Laf buldum kez. Yeni gelmişti. Dinler şaşırdı. Ay, kamerada baksana. Yok Rəşid, Buna Zəkiyə baxın. Bu da şeyde sağ renkli oluyor. Anla. Mən kamerada səs Körneğin iyi renkli bir değil. Mənə baxın. Deyil əslində, Bu normal. qədər yox. Məncə bu arada hamının oxumalı bir kitabıydı. Yəni çünki məsələn mən özüm də ümid demişdim. Hər şeyi istəyən, başlayan ama yarıda qoyan bir insan. Mən uşaq vaxtı çox rəsm çəkirdim məsələn. Onu da yarıda qoymuşdum. Sosial voleybol oynayırdım. Hətta komandaya falan seçilmişdim. Sonra sırf imtahan verəcəm deyə falan müəllimlərimin də baskısı ilə onu da yarıda qoydum. Uşaq vaxtı Emin məktəbi çox bərbad bir məktəbdir. Hər mən bu qədər şagirdlərin həyatına qarışan bir şey görməmişdim. Yəni Elviranın YouTube kanalı olması ona məktəbə heç təsir eləməyəcəkdi. Yəni YouTube kanalını bağlatdırmanın da o da konsept. Onu da keçdim. Uşaqların qrupla bir yerdə gedib oturub kafedə bir şey içməsinə pis baxırdılar. Baxırdılar ya, bizi səhərsiz bir müdür gəlib demişdi ki, müdür siz getmişsiniz filan yerə, filan yerdə filan şey Əcəb yemişsiniz, etmişlər. içmişsiniz. Necə olar? Yəni, sən bir müdür sənə deyir ki, sən nə vücud gün gəl burada oturmuşsan. Səkan sən belə bir şey sən nə deyərsən? Mən də tam orada deyildim ki, Bu arada o məktəb hansı məktəbdə qaldı? Sonra məktəbdən sonra mən azad bir insanım. Mən çıxmışam, sözü bitti. mənim bir kanalım var idi, 8 9 izlədim. Mənə onu bağlatdırdılar. Mənim sinif rəhbərim dərs Belə ki, notlarına onu mənim valideynim bilər, özüm bilirəm. Yəni, çünki mən bu şəxsi həyatımda Mənə dinlərin, sinifin ortasında sinif rəhbərim gəldi ki, mən də çox problemsiz bir uşağım da əslində. Sinif rəhbərim gəldi ki, məni aparsın biri, mən çağırdı ki, bir dənəcə söhbət eləyək falan. Nə var? Məni götürüb apardı bilirsən hara? Məktəb psixoloqunun yanına. Məktəbin psixoloqunun otağına məni apardı. Travma. Yanımda oturubdu, qabağında psixoloq. Mən oturublar danışırlar ki, bəs sənin kanalın, elə sənin kanalın belə bağlanmalısan falan filan. Mən psixolojik baskı ilə bağlatdırdılar mən onu. Travma, Peşman deyiləm, yəni. peşman deyiləm. Çox cringe bir kanal idi o. O kanalda mən şey... Slime videolar çəkildi devrim. Yox, sadəcə vlogları falan çəkirdim. Prosta türkcə danışırdım orada. Ay Allah. Yox, çünki bağlamışam. Prosta yəni bunun onlara heç bir aidiyyatı yox idi da. Mən o kanalı istədiyim vaxt bağlaya bilərdim. Ya da o videoları istədiyim vaxt silə bilərdim. Belə vay be məşhur bir insan deyildim mən. İndi də İngilizcə gəlsən. Anladım. Ez. İndi